Hər vaxtınız xeyir. Mən Yuliya Əliyeva, sağlam qidalanma və fitness üzrə ekspert mütəxəssis. Bugün Azər Südün sağlam söhbət layihəsinin aktiv həyat rubrikasında sizinlə birlikdə piyləri yandıracaq, kilo verməyə yardımcı olacaq 5 dəqiqəlik kardio məşğələsində hər birinizi xoş görürəm. Çox əyləncəli bir məşğələ olacaq, çox əylənəcək, həm də eyni zamanda kalorilər yandıracağıq və bunu bir neçə dəfə həftədə edərsəniz artıq tərəzidə də minusları görməyə başlayacağıq. Kardio məşğələmizin yanı sırasında bizim qidalanmağımıza da mütləq bir şəkildə nəzər yetirməyimiz lazımdır. Gün ərzində 2 pors meyvə, 2 pors tərəvəz yesəniz çox yaxşı olar. Ət məhsulları, süd məhsullarına önəm verə bilərsiniz. Tövsiyə olaraq axşamlar yuxudan 3-4 saat öncə yemək yeməyinizi dayandırmağınız çox ideal bir variant olar. Həftədə bir neçə dəfə kardio məşğələmizi edə bilərsiniz və bunun yanı sırasında qidalanmanıza da artıq fikir versəniz çox gözəl bir effekt və nəticə alacaqsınız. Axşamlar acıdım, bir şeylər yemək istəyirəm, nə atışdıra bilərəm soruşsanız əgər, mən sizə çox gözəl və ideal bir resept təklifi vermək istərdim. Əlimdə gördüyünüz Azər Südün 3,6% homogenizə edilmiş qatığıdır. Homogenizə edilmiş qatıq çox təbii və bədən üçün inanılmaz dərəcədə faydalıdır. Axşamlar əgər acıyarsanız, yarım stəkan qatığa bir xörək qaşığı chia toxumu əlavə edib, qarışdırıb, axşam atışdırmalığı kimi yeyib, acılığınızı yatışdıra bilərsiniz. Bu tövsiyəm ağlınızda olsun, kardio məşğələmizə isə başlaya bilərik. Elə isə vaxt itirmədən hərəkətlərimizə keçək. Birinci hərəkətimiz olacaq pop squat hərəkəti. Mən bu vəziyyətdə dayanıram və nə edirəm? Ayaqlarımı açaraq hoppanıram və qayıdıram. Açıram və qayıdarkən ayağa qalxıram. 10 dəfə bunu edirik. Daha sonra isə ikinci hərəkətimiz olacaq. Ayaqlarımızı daha da geniş məsafədə açırıq və nə edirik? Əlimizlə bir sağ ayağımıza, bir sol ayağımıza, daha sonra isə yuxarıda bir sağ tərəfə, bir də sol tərəfə çatmağa çalışıb dayanmadan təkrar edəcəyik. 1 2. Okay? Bu şəkildə. Üçüncü hərəkətimiz olacaq. Əlimiz boynumuzun ardında və davamlı bir şəkildə ardıcıl olaraq 1 2 1 2 1 2 bu şəkildə edəcəyik. Hərəkətləri indidən göstərirəm ki, dayanmadan edib daha yaxşı bir formada kaloriləri yandıraq və effektimizi alaq. Dördüncü hərəkətimiz isə olacaq. Plie squat vəziyyətində dayanacağıq. Ayaqlarımız 45 dərəcə kənara çevrilir və bu şəkildə biz squat vəziyyətində otururuq. Qarın nahiyəmizi kip tuturuq və əllərimizi önümüzdə tuturuq. Sanki qarşımızda sevmədiyimiz, qisas almaq istədiyimiz hansısa bir insan var və biz onun üzünə yumruqlar ilişdiririk və bu şəkildə dayanıb 20 sayında atacağıq. Əsas məsələ odur ki, plie squat vəziyyətində dayanırıq, ayaqlarımızı, çanağımızı, əzəllərimizi sıx saxlayırıq, qarın bel bölgəmizi sıx saxlayırıq, əlimiz öndə və hər vurduqca tez bir şəkildə əlimiz geri qayıdır. 20 sayında da bunu edəcəyik və ən sonunda düz dayanırıq. Mən kənardan göstərəcəm. Bir dəfə sağ ayağımıza, bir dəfə sol ayağımıza çatıb, bir dəfə də hoppanacağıq. Okay? Sadəcə olaraq bu 5 hərəkət, hər birini 10 dəfə edəcəyik, dayanmayacağıq fasilə vermədən və çox qısa bir zaman ərzində çox qəşəng bir formada kalorilər yandıracağıq. Elə isə başlayaq.
son hərəkətimiz qalır. Getdik. 1, 2, 1, 2, 1, 2, 1, 2, 1, 2, 1, 2, 1, 2, 1, 2. Bu da belə kardio məşqələmiz yekunlaşmışdı. Ürək döyüntülərimiz artıq artıb. Özümüzü daha enerjili, daha xoşbəxt hiss edirik. Xoşbəxtlik hormonlarımız ifraz olunub. Stressimiz düşüb. Bizə bundan başqa nə lazımdır? Həftədə bu məşqələni bir neçə dəfə etsəniz, həqiqətən də həm özünüzü necə hiss etmənizdə çox böyük bir dəyişiklik hiss edəcəksiniz. İşlərinizə daha fokuslu ola biləcəksiniz və eyni zamanda bədəninizdə də çox müsbət formada dəyişikliklər görəcəksiniz. Hər birinizi çox sevirəm. Növbəti məşqlərdə görüşənə qədər özünüzə yaxşı baxın.